Salam, hər vaxtınız xeyir olsun dostlar. Yenə mən Azərbaycan Dünya İnformasiya Məkanında İctimai Birliyinin sədri Kamil Abdullayev. Dostlar, bu yaxınlarda prezidentin köməkçisi Hikmət Hacıyev bildirdi ki, bəzi problemlərinizi TikToka çıxartmayın, onları gəlin birlikdə həll eləyək. Və mən üzümü tuturam buradan prezidentin köməkçisi Hikmət Hacıyev cənablarına. Hikmət müəllim, Azərbaycan bugün problemlər içində boğulur. Azərbaycan vətəndaşları bugün qanunsuzluqlarla üzləşir. O qədər qanunsuzluqlarla üzləşir ki, onu tək bir TikTokda həll etmək mümkün deyil. O TikToka sığmır və bu məsələnin həlli birbaşa siz bunları həll edə bilməzsiniz. Çünki monopoliya artıq Azərbaycan vətəndaşlarını sıxır, Azərbaycan xalqını sıxır. Monopolist qüvvələr imkan vermir. Artıq ölkə prezidenti də görür ki, ölkədə çıxılmaz bir vəziyyətdir. Çıxılmaz bir durumdur. Monopolistlər o qədər pul qazanıblar ki, o qədər qudurublar ki, artıq onlar Azərbaycan vətəndaşlarını saymırlar. Bugün bir mənalı şəkildə mən sizə bildirim ki, ölkə rəhbərinin bir dırnağını mən heç kimə dəyişmərəm. Heç dünya malına dəyişmərəm. Amma burada söhbət ölkə malının dəyişilib dəyişilməməsindən getmir söhbət. Burada vətəndaşın birbaşa haqsızlıqla üz-üzə qalmasından gedir söhbət. Bir vətəndaş, bir Azərbaycan Respublikasının vətəndaşı bir dəfə dünyaya gəlir. Bir dəfə o ağ gün və yaxud da qara gün görə bilər. Bugün Azərbaycan Respublikası vətəndaşlarının 60-70% qara gün içində yaşayır. Hüquqları pozulur və açılası qapı da yoxdur. Niyə? O açmaq istədiyi qapı pozur onun hüquqlarını. O da gedir həmin qapıya şikayət edəndə ya döyülür, ya təhqir olunur, ya söyülür, ya heç bir problem həll olunmur və bəziləri də artıq görüb bezirlər, Azərbaycanı tərk edirlər. Və bunun əsas səbəbkarları kimlərdir Hikmət müəllim? Və neynəsin? Vətəndaş neynəsin? TikTokda öz problemini deyir ki, ictimailəşdirir ki, bəlkə aidiyyəti qurumlardan kiminsə yazığı gəldi, bunun evini əlindən alanı başa saldı ki, vətəndaşın evini əlindən almaq olmaz, vətəndaşın evini uçurmaq olmaz. Bugün maqnatlar var ki, heç prezidenti saymır. Deyir, haqqını verirəm prezidentin, hörmətini eləyirəm, Heydər Əliyev fonduna pul keçirirəm, get, mənlə işin yoxdur. Deməli, Azərbaycan Respublikasının vətəndaşlarını satıblar. Belə çıxır da, istənilən monopolist, istənilən formada Azərbaycan Respublikasının vətəndaşının pulunu cibindən oğurlayar, alar və heç bir müqavilə əsasında hansısa bir müqaviləni bağlayar. Heç o vətəndaş o müqaviləni oxumur. Banklarda bu vəziyyət, ondan bəzi tikinti maqnatları artıq da əndazəni keçibdir. Onlarda bu vəziyyət, ondan iqtisadiyyatın bütün sahələrində demək olar ki, 90% bu vəziyyətdir. Və bunu necə deməkdir? Kimə demək lazımdır? Hara demək lazımdır? Çox hörmətli Hikmət müəllim, bir məsələni sizin diqqətinizə çatdırıram ki, bəli, deyirsiniz ki, Dağlıq Qarabağda bir bloger xanım orada olan gözəlliyi paylaşır. Orada olan gözəlliklə yanaşı orada olan negativ hallar var. Bəli, prezidentimiz əlləri ilə daşı daş üstə qoya-qoya istəyir ki, orada hansısa bir problemi həll eləsin, istəyir ki, orada gözəllik olsun. Amma bu maqnatlar var, bu monopolistlər var, inhisarçılıq fəaliyyəti ilə məşğul olurlar. Birbaşa bir malı gömrükdən keçirmək üçün orada qadağa qoyurlar. 3 dənə, 4 dənə, 5 dənə. Amma bu monopolistlər istədiyi formada dövlətin əmlakını çalırlar və eyni zamanda insanlar formalaşdırıblar. Ucuzluq adı altında istənilən formada onlara yardım göstərirlər və o çirkli pullarını legallaşdırırlar. Bunlar haqqında nə demək olar? Çox hörmətli bizim Hikmət müəllim. Və elə maqnatlar var ki, birbaşa adamın üzünə durur ki, qardaş, Heydər Əliyev fonduna pul köçürürəm. Prezidentin haqqını verirəm. Hətta sizin də adınız hallanır orada Hikmət müəllim ki, və Hikmət müəllim də mənim dostumdur, tanışımdır, qohumumdur, əqrəbəmdir, nə bilim, nədir. Və bunları vətəndaşın gözünü qorxutmaq üçün eləyir. Mən sizə söz verirəm. Bunların axırına çıxacam. Mən çıxacam. Və bu özlərini maqnat kimi göstərirlər, özlərini milyarder kimi göstərirlər, özlərini prezidentin adamı kimi göstərir, bu xalqın cibinə girən insanlar var. Mən onları heç də şərəfli saymıram. Və bunları rüsvay eləyəcəm. Hikmət müəllim. Onda görəcəksiniz ki, TikTok hansı funksiyanı yerinə yetirir. Bu cür olmaz, bu cür biabırçılıq olmaz. İşığı problemli, qazı problemli, suyu problemli, yolu problemli,
Ev alır, problemli. Ev tikdirir, artıq ev tikilibdir, problemli, sənəd verilmir. Bu Azərbaycanda yaşamağın özü problemlidir. Bu yaxınlarda mən görürəm, Kürd məsələsini qaldırıblar, artıq irqi məsələləri qaldırırlar. Nə var bunlar İlham Əliyevi yıxmaqdan ötürüdür. Nə var? Ən çox da Mehriban Əliyevanı istəməyən qüvvələr bugün istəyir ki, Azərbaycanda çevriliş olsun. Bunu tam əminliklə deyirəm. Bunu siz bilmirsiniz. Yəqin ki, siz də bilərsiniz. Yəqin ki, prezident də bilər. Bəli, Mehriban Əliyevanı istəməyən qüvvələr Azərbaycanda çevriliş olmağını istəyir. İlham Əliyev istəməyən qüvvələr Azərbaycanda çevrilişin olmasını istəyir. Bugün Azərbaycandan Avropa ölkələrinə yola salınan blogerlər var. Hansı ki, orada müxtəlif burada olan negativ halları çəkir. Doğru çəkir. Bu çəkilişi mən 100% əminəm ki, doğru çəkir. Amma ölkə prezidentinin xanımına, onun ailəsinə, o qarşı belə qeyri-etik formada orada çəkilişlər aparılmasını məqsədə uyğun hesab eləmirəm. Bunlar öyrənilmiş adamlardır. Bunlar maqnatlar tərəfindən öyrənilmiş adamlardır. Bugün açıq-aydın deyirsə ki, mən prezidentə haqq verirəm. Bugün açıq-aydın deyirsə, mən vitse-prezidentin Heydər Əliyev fonduna pul köçürürəm. Səhər onlar üzünə duracaqdır. Baxsın, bir balaca ayağı büdrəyən kimi İlham Əliyevin, gör onun başına nə oynatacaqlar. Bu kimlər? Onun ətrafı. Bak, o sizin böyrünüzdəkiler, bak öyle Hikmət müəllim. Bu magnatları ki burada yetişdirmişsiniz, bu hüquqa zid hərəkətlərlə məşğul olan magnatlar ki var bu Azərbaycanda, onları rüsva eləmək lazımdır. Onların pulu da lazımdır, onların evi də lazımdır, onların heç bir şey bizə lazımdır. Azərbaycan xalqı elə mərd xalqdır ki, o istənilən vaxtı özünə ev də tikə bilər, özünü müdafiə xarakteri də daşıya bilər, hər bir şey eləyə bilər və prezidentin arxasında dura bilər. Belə bu cür vəziyyətdə, ac vəziyyətdə, yalavac vəziyyətdə, cibində pulu olmayan vəziyyətdə nədir? Çıxsın desin ki, cənab prezident, səni sevirəm, cənab prezident, səni Allah qorusun. Bunu kim deyər? Bunu kim deyər? Bugün sizin cibinizdə ola bilər ki, milyardlarınız var. Mən bilmirəm nədir. Amma adi vətəndaşın cibində pulu yoxdur. Bu da çıxır TikToka ki, mənə çörək pulu ver. Bu neynəsin ki? Gör bunu nə vəziyyətə salıblar. Bugün vətəndaş gedir, ev alır, evini alır, gəlir görür ki, 2 nəfər, 3 nəfər içində artıq 2 nəfərə, 3 nəfərə saatlıq içində yaşayış var. Bunlardan niyə danışmırsınız Hikmət müəllim? Ancaq vətəndaşlar. Bu vətəndaşlardan nədir istədiyiniz? Vətəndaş neyin işi? TikToka çıxır da öz problemini deyir də. Bugün taksi şoförləri qana ağlayırlar. Nəyə görə? Niyə iqtisadiyyatımız bugün? Gedin bazara baxın da. Bir balaca hansı ki vaxtı keçmiş malları Araz market aparıb çölə tökür. Amma vətəndaşa verə bilər. Vətəndaş gəlib oradan bir dənə nəysə hansısa bir ehtiyacı olan bir malı istəsə onu vermir. Deyir, olmaz. Adını da qoyur, bilirsiniz nətərdir? Gedirsən çəkiliş eləməyə, adını da qoyur, sən bilirsən bura kimindir? Bunun arxasında kim durur? Bunun Mehriban Əliyeva durur. Abi yalan danışmayın da, heç olmazsa. Xanımın adını eləmişsiniz heç nə. Siz bir çıxın da, bir əvvəllər çıxırdınız şəhərə, əvvəllər şəhərdə baxırdınız nə var, nə yox, necədir. Bugün prezidenti hörmətdən salmağa başlayıblar. Bugün Dağlıq Qarabağda yaşayanları başlayırlar alçaltmağa, onların şərəfini, ləyaqətini alçaltmağa. 1 nəfər, 2 nəfər, 3 nəfər gəlib hansısa bir burada qeyri-etik hərəkətlər eləyirsə, bunu bütün Dağlıq Qarabağ əhalisinə şamil eləmək olarmı? Və bunun bünövrəsini qoydular. Onda niyə demirdiniz ki, niyə bu irqçiliyi salırsınız? Niyə bu millipərəstliyi salırsınız? Niyə bu gözündən salırsınız cəmaətin? Olmaz belə şeylər. Hikmət müəllim, bunlardan danışmaq lazımdır. Əsas məsələdən danışmaq lazımdır. İnsanların fikrini yönətmək lazımdır ki, necə pul qazanmaq olar, necə işləmək olar, sahibkarlığı necə inkişaf elətdirmək olar, biznesi necə inkişaf elətdirmək olar, monopoliyanı necə qarşısına almaq olar. Biz monopoliyanın qarşısına ala bilmirik. Çıxardır bir qoturun birini çıxardırlar ora, eləyirlər fenomen və yaxud da bir əxlaqsızın birini çıxardırlar ora, eləyirlər fenomen, ondan sonra başlayırlar samanatdan su yeritməyə, öz çirkin pullarını, o ucuzluq adı altında öz çirkin pullarını başlayırlar orada təmiz formada öz ciblərinə qoymağa. Bu da Azərbaycan vətəndaşları bundan əziyyət çəkir. Elə bilir ki, doğrudan da hardasa ucuzluqdur, gedək oranın malı yaxşıdır, burbusi belədir. Monopolistlərə xidmət eləyirik biz. Bunların da başında kim durur? Mən monopolist saxlaya bilərəmmi? Yox, Hikmət müəllim. Baba prezidentin ətrafı, ölkə rəhbərinin ətrafı bu monopolistləri yetişdirib artıq. Və prezidentin də bundan xəbəri yoxdur. Prezident hardan bilsin ki, hansısa bir monopolist vətəndaşı yığır cəmiyyətdə belə. Yığır
telefonun əlindən alır, deyir ki, mən Heydər Əliyev fonduna pul keçirirəm, mən prezidentə rüşvət verirəm, haqq verirəm. Bunu deyən o iş adamı, o monopolistə daha nə güvənəsən? Hardan güvənə bilərsən? Və bu pul qudurdu artıq bunları. Bunların da qarşısını almaq lazımdır. Mən çox xahiş edirəm bu TikTokda hansı ki paylaşır yetim yüsürlər var. Onların üstə düşmək lazım deyil. O monopolistlərin üstə düşmək lazımdır. O sizin ətrafınızdakı onlara ki xidmət eləyirlər. O qanunsuz əməllərini onların məhkəmə vasitəsilə qanunləşdirirlər və onların üzərinə düşmək lazımdır. Hikmət müəllim. Onda Azərbaycan inkişaf eləyir. Bugün Azərbaycanda nə var ki, Azərbaycanda vətəndaşların bir çıxıb üzünə baxırsam, adam baxanda özü özünə baxır, deyir ki, ilahi, mən niyə burada yaşayıram? Diqqətinizə görə sağ olun.